Salam, hörmətli, könüllü nəzarətçilər İctimai Birliyinin değerli üzvləri. Hər birinizi 28 dekabr 2025-ci ildə Bakı şəhərində Qızıl Ay istirahət mərkəzindən salamlayıram. Hər birinizə uğurlu gün, möhkəm can sağlığı arzu edirəm. Uğurlarınız bol olsun. Bugün görüşümüzdə iştirak edirlər. Demək, bugün görüşümüzdə iştirak edirlər. Sevinç xanım Alməmmədova, Qazax Regional Təşkilatının sədri, Qazaxdan hər birinizə salam göndərir və eyni zamanda mətbuat xidmətinin rəhbəri. Südabə xanım, sədrin ümumi məsələlər üzrə təşkilat qrupunun rəhbəri, ümumi təşkilatın rəhbəri, Naxçıvan təşkilatının üzvü, idarə heyətinin üzvü. Zakir Ələkbərov ilk dəfədən Ucar təşkilatının sədri olub. Bizim bir yoldaşın dediği kimi mədəni istifanı özü elan edib. Hal-hazırda Ucar təşkilatının sədri İlkin Məmmədovdur. İlkin Məmmədov şəxsən mənim xoşuma gələn bir kadrdır. Zakir Ələkbərov isə fəxri sədrdir. Ramiz Həsənov, Tovuz rayon təşkilatının sədri və birliyimizin fəal üzvlərindən biridir. Bu da qonşum Cahan Zülfüqarov, sədrin baş məsləhətçisi. Həmişə məsləhət verir ki, məni çox çək. İndi isə deyir, məni çəkmə. Ona görə də bu yoldaşların adından birlik üzvlərinə qarşıdan gələn 2026-cı il münasibəti ilə təbrik edirəm. Hər birinizə uzun mənalı ömür, can sağlığı arzu edirəm. 2026-cı ildə uğurlarınız bol olsun. Hər birinizə yüksək nailiyyətlər arzu edirəm. Bu qədər. Buyur Cahan doktor, nə sözüm var? Qısaca de. Bütün birliklərinə gələcək həyatında uzun ömür, can sağlığı, xoşbəxtliyi, birliyin inşallah uğurlar arzulayıram. Qarşıdan gələn yeni il mübarək olsun. Dünya Azərbaycanlılarının birliyi, bu həmrəyliyi günü münasibətilə də bütün Azərbaycanlıları təbrik edirəm. Çox sağ ol. Ramiz Həsən. Salam bütün nümayəndələrə. Hər birimizə qarşıdan gələn yeni ili təbrik edirəm və sizlərə hər birinizə ayrı-ayrılıqda uzun ömür, mənalı, can sağlığı arzu edirəm. Və aləmizdə ən xoşbəxt günlər arzu edirəm sizlərə.